Avropa liderlərinin münasibətinin gəlin ikinci hissəsinə diqqət yetirək. Almaniyanın Der Spiegel nəşri kansler Friedrich Merz və Emmanuel Macronla Ukrayna prezidenti Volodymyr Zelenski arasında gizli telefon danışığının olduğunu yazıb. Nəşr liderlərin ABŞ-nin vasitəçilik səylərinə skeptik yanaşdığını qeyd edib. Detalları öyrənmək üçün Almaniyadan xüsusi müxbirimiz Günay Məmmədovaya bağlanırıq. Günay, salamlayırıq sizi. Sülhə şübhəli yanaşmalar necə əsaslandırılır, Günay? Avropa siyasətçiləri hesab edirlər ki, Birləşmiş Ştatlar paralel oyun aparır. Almaniyanın kansleri Friedrich Merz Zelenski ilə məlum qapalı danışıq zamanı məsələ bu cümləni işlədib. Onlar həm sizinlə, həm də bizimlə oyun oynayırlar. Der Spiegel'in Friedrich Merzdən gətirdiyi stat belədir. Nəşrin yazdığına görə Merz və Fransa prezidenti Emmanuel Macron Zelenskiyə Ağ Ev nümayəndələrinə qarşı ciddi etimadsızlıq deməli ifadə ediblər. Söhbət həm Trumpın sülh təşəbbüsünü açıq şəkildə dəstəkləyən, həm də eyni vaxtda sakit və diqqətdən kənar həm Moskva, həm də Kiyevlə özəl danışıqlara aparan Amerikalı rəsmilərdən gedir. Avropa paytaxtlarında bu ikili oyun kimi qiymətləndirilir. Macron Zelenskini böyük təhlükə barədə açıq şəkildə xəbərdar eləyib və Merz isə Ukrayna prezidentinə qarşıdakı günlərdə son dərəcə ehtiyatlı olmağı tövsiyə eləyib. Der Spiegel yazır ki, söhbət Trumpın xüsusi nümayəndəsi Steven Witkoff və Birləşmiş Ştatlar prezidentinin kürəkəni Gerald Kushnerin Moskvaya səfərindən gedir. Yeri gəlmişkən Finlandiya prezidenti Aleksandr Stubb isə deyib ki, Ukraynanı və Zelenskini bu adamlarla təkbətək qoymamalıyıq. Və məlumatın və bu danışığın uzun müddətdir pərdə arxasında deyilən bir məqamı üzə çıxardığı məlum olur. Ekspertlərin fikrincə Avropalı müttəfiqlər çox vaxt ictimaiyyət qarşısında bir sima göstərir, qapalı qapılar arxasında isə tam başqa mövqe sərgiləyirlər. Məlumatın mətbuata necə sızdığına gəlincə isə bu barədə bir neçə ehtimal var. Der Spiegel tez-tez siyasi dairələrdən sızmalar alır, bəzən aparat əməkdaşları, diplomatlar və ya müşavirlər məlumatı jurnalistlərə verir. Bəzən isə deməli bu qəsdən yayılan bir siqnal olur. Məsələn, Birləşmiş Ştatlar və Avropa arasında olan fərqləri göstərmək üçün rəsmi mənbələr adətən bu cür danışıq haqqında məlumatları hər zaman təqzib edirlər. Nəticə isə belədir ki, bu ya sızma ya da qəsdən yayılan məlumatdır. Dəqiq mənbəyini isə bilmək mümkün deyil. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Günay, çox